Kəbənin içində dünyaya göz açan tək insan, Peyğəmbərimizin elmin qapısı adlandırdığı dahi və meydanların yenilməz Allahın aslanı. O, uşaq yaşda İslamı qəbul edən ilk cəsur ürək, hicrət gecəsi ölümü gözə alaraq Peyğəmbərin yatağına uzanan sadiq fəda idi. Zülfüqar qılıncı ilə Xeybər qapısını sarsıdan bu qəhrəman, eyni zamanda yetimlərin atası və ədalətin sönməz məşəli idi. Bugün sadəcə bir xəlifənin deyil, elmi ilə qaranlığı, səbri ilə fitnəni, ədaləti ilə zülmü boğan Həzrəti Əli əleyhissalamın dastanına səyahət edirik. Hazırsınızsa, tarixin ən parlaq simasının həyat yoluna başlayırıq. Elmin qapısı və ilk iman, uşaqlıq və gənclik illəri. Həzrəti Əli əleyhissalam miladi təqvimlə 600-cü ildə tarixin heç bir insanına nəsib olmayan bir şərəflə müqəddəs Kəbənin daxilində dünyaya göz açmışdı. O, atası Əbu Talib və anası Fatimə binti Əsədin ocağında doğularkən, bu mübarək doğuş sanki gələcəkdə İslamın ən böyük sütunlarından biri olacağının müjdəsi idi. Atası Əbu Talib, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin himayədarı olduğu üçün, Həzrəti Əli radiyallahu anhu elə ilk günlərdən etibarən birbaşa Allah Rəsulunun tərbiyəsi altında böyüdü. O, Peyğəmbər ocağında formalaşan, onun əxlaqı ilə yoğrulan və elmini birbaşa o mənbəydən alan ən yaxın sirdaşı idi. Hələ uşaq yaşlarında ikən İslam nuru parladığında, o, heç tərəddüd etmədən bu dəvəti qəbul etdi. Beləliklə, Həzrəti Əli əleyhissalam uşaqlar arasında İslamı qəbul edən ilk şəxs kimi tarixə düşdü. Onun imanı sadəcə bir qəbul deyil, sarsılmaz bir sadiqlik idi. Peyğəmbərimiz bütün çətin anlarında onun yanında dayanan gənc Əli, imanın verdiyi cəsarətlə hər kəsə nümunə olurdu. Onun fədakarlığının ən zirvə nöqtəsi isə mübarək hicrət gecəsi yaşandı. Müşriklər Allah Rəsulunu qətlə yetirmək üçün evini mühasirəyə alarkən, Peyğəmbərimiz Həzrəti Əliyə öz yatağına uzanmağı tapşırdı. Bu sadə bir tapşırıq deyil, ölümü gözə almaq idi. Lakin Həzrəti Əli böyük bir sükunət və eşqlə o yatağa uzandı. Öz canını Allah yolunda fəda etməyə hazır olduğunu bütün dünyaya sübut etdi. O, sadəcə gənc bir fədai deyil, İslamın gələcəyi üçün özünü sipər edən Allahın aslanının ilk qəhrəmanlıq addımını atırdı. Allahın aslanı, meydanların qəhrəmanı. Həzrəti Əli əleyhissalam, İslamın döyüş meydanlarında parlayan sönməz ulduzu idi. Bədir döyüşündə ordunun bayraqdarı kimi müşriklərin ən güclü pəhləvanlarını məğlub edərkən, Öhüd və Xəndək döyüşlərində müsəlmanların sarsılmaz qalasına çevrildi. Xəndək döyüşündə ərəblərin yenilməz sayılan döyüşçüsü Əmr ibn Əbdüvudu məğlub etməsi, ordunun taleyini dəyişən bir qəhrəmanlıq dastanına çevrildi. Onun şücaəti o qədər uca idi ki, tarixdə Allahın aslanı ləqəbi ilə əbədiləşdi. Həzrəti Əli əleyhissalamın adı çəkiləndə ağıllara gələn ən böyük simvollarından biri də iki hayçalı məşhur qılıncı Zülfüqardı. Xeybər qalasının fəthi zamanı göstərdiyi misilsiz güc, o nəhəng qala qapısını təkbaşına qalxan kimi istifadə etməsi dostu heyran qoymuş, düşməni isə dəhşətə salmışdı. Lakin Həzrəti Əli əleyhissalam sadəcə gücü ilə deyil, həm də döyüş əxlaqı ilə fərqlənirdi. O, yerə yaxdığı düşməni ona təhqir etdikdə, qəzəbinin imanı üzərinə çıxmaması üçün onu öldürməkdən vazgeçəcək qədər nəfsinə hakim olan bir mərhəmət sahibi idi. O, meydanlarda aslan, haqq qarşısında isə təvazükar bir bəndə idi. Vəfa və elmin zirvəsi, Peyğəmbər sirdaşı. Həzrəti Əli əleyhissalamın həyatı sadəcə qılınc və qalxanla deyil, həm də dərin vəfa və elm bəsirəti ilə yoğrulmuşdu. O, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin ən sevimli qızı, cənnət xanımlarının seyyidəsi Həzrəti Fatimə ilə evlənərək bu mübarək ocağın kürəkanı oldu. Bu evlilikdən dünyaya gələn Həzrəti Həsən və Həzrəti Hüseyin vasitəsilə Peyğəmbər nəsli onunla davam etdi. O, Allah Rəsuluna sadəcə qohum deyil,
həm də ruhən ən yaxın sirdaş idi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin onun haqqında buyurduğu "Mən elmin şəhəriyəmsə, Əli onun qapısıdır" kəlamı, onun İslam elmindəki yerini ən gözəl şəkildə ifadə edir. Həzrəti Əli əleyhissalam Qur'anın dərin mənalarını, hüququn incəliklərini və ilahi hikməti ən yaxşı bilən səhabələrdən idi. Hətta digər xəlifələrin dövründə belə ən çətin və çıxmaz hüquqi qərarlarda hər kəs onun elminə müraciət edirdi. Onun natiqliyi, sözlərindəki dərin fəlsəfə və ədalət tərəzisi əsrlər boyu Nəhcül Bəlağə kimi əsərlərdə yaşayan bir nur qaynağına çevrildi. O, elmi ilə qaranlığı, ədalətlə zülmü boğan bir hikmət zirvəsi idi. Ağır sınaq, xilafət və daxili qarşılıqlar. Həzrəti Osman radiyallahu anhunun şəhadətindən sonra İslam dövləti tarixin ən fırtınalı günlərini yaşayırdı. Belə bir ağır dönəmdə ümmət Həzrəti Əli əleyhissalamın ətrafında toplanaraq onu xəlifə seçdi. Lakin onun rəhbərliyi bir rifah dövründə deyil, daxili qarışıqlıqların və fitnələrin alovlandığı bir vaxtda başladı. Həzrəti Əli radiyallahu anhu ilk gündən etibarən ədaləti bərpa etmək, dövlət idarəçiliyindəki nöqsanları aradan qaldırmaq və İslamın ilkin saflığını qorumaq üçün böyük bir mübarizəyə girişdi. Bu dövr Cəməl və Siffeyn kimi İslam tarixinin ən ağrılı hadisələri ilə yadda qaldı. Həzrəti Əli əleyhissalam ümmətin parçalanmaması və qan tökülməməsi üçün son ana qədər səbir nümayiş etdirir, qarşı tərəflə diyaloq qurmağa çalışırdı. O, döyüş meydanında belə düşmənlərinə haqqı xatırladır, qaçanı qovmamağı və yaralıya toxunmamağı əmr edərək döyüş əxlaqının ən uca nümunəsini göstərirdi. Onun xilafəti hakimiyyət uğrunda deyil, haqqın və ədalətin hakim olması uğrunda verilən bir ömürlük mücadilə idi. Daxili müxalifətlərin və xəyanətlərin ortasında o, bir qaya kimi sarsılmaz qaldı. Lakin ürəyi ümmətin parçalanması ilə hər gün daha da dağlanırdı. Şəhadət və əbədi miras, Kufədə sönən günəş. Həzrəti Əli radiyallahu anhunun şanlı və çətinliklərlə dolu həyat yolu şəhadət zirvəsi ilə tamamlanmalı idi. Hicrətin 40-cı ilində, miladi təqvimlə 661-ci ildə, mübarək Ramazan ayının 19-unda Kufə məscidində sübh namazına hazırlaşarkən bir xarici tərəfindən zəhərli qılıncla sui-qəsdə uğradı. 63 yaşında olan bu uca şəxsiyyət aldığı ağır yaradan 2 gün sonra Ramazan ayının 21-də şəhadət məqamına ucaldı. Başından aldığı ağır yaraya rəğmən onun göstərdiyi əxlaq bəşəriyyət üçün unudulmaz bir dərs oldu. Yaralı halda olarkən belə ona sui-qəsdə edən qatilinə qidalanması üçün süd verilməsini tapşırdı və vəsiyyət etdi. Əgər sağ qalsam, bağışlayar və ya qisas alaram. Amma şəhid olsam, ona sadəcə bir zərbə vurun, həddi aşmayın. Çünki Allah həddi aşanları sevməz. 2 gün sonra Ramazan ayının 21-də Həzrəti Əli əleyhissalam Rəbbinə qovuşdu və Nəcəf şəhərində dəfn edildi. Onun şəhadəti İslam dünyasında sönməyən bir hüzün buraxsa da qoyduğu miras əsrləri aşdı. Onun xütbələri, məktubları və hikmətli sözlərindən ibarət olan Nəhcül Bəlağə əsəri bugün də elmin, bəlağətin və ədalətin ən böyük qaynağıdır. O, Kufədə sönən bir günəş deyil, ədalət axtaran hər bir kəsin yolunu işıqlandıran əbədi bir nur oldu. Peyğəmbər ocağında başlayan bu mübarək ömür namaz üstündə, Allaha səcdə halında ən uca məqama ucalaraq tamamlandı. Həzrəti Əli əleyhissalamın həyatı bizi öyrədir ki, əsl zəfər qılıncın gücündə deyil, elmin və ədalətin ucalığındadır. O, Allahın aslanı kimi yaşadı, Qur'anın xadimi kimi şəhid oldu və Nəcəfdə əbədi sükunətə qovuşdu. Onun qoyduğu bu uca miras hər zaman yolumuzu işıqlandıracaqdır. Videonu bəyənməyi və bu dahi şəxsiyyət haqqında rəylərinizi bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər, növbəti videoda görüşənədək.